Bismillah. Bürclərin 24 aprel proqnozu. Bürclərin ən düz proqnozu və günün pulda ən uğurlu və ən gərgin bürcləri. Bürclərin 24 aprel proqnozu belədir. Qoç, bugün sakit qalmaq daha yaxşıdır. Tələskənlik və emosional qərarlar problemlər yarada bilər. Buğa, maddi baxımdan müsbət gündür. Kiçik qazanc və ya yaxşı fürsət əldə edə bilərsən. Əkizlər, ünsiyyət güclüdür. Vacib görüşlər və danışıqlar üçün uğurlu gündür. Xərçəng, emosional həssaslıq arta bilər. Ailə ilə bağlı məsələlərdə anlayışlı ol. Şir, enerjin yüksəkdir. Özünü göstərmək və liderlik etmək üçün uyğun gündür. Qız, iş və maliyyə mövzusunda uğur var. Planlı hərəkət səni qabağa aparacaq. Tərəzi, münasibətlərdə balans vacibdir. Açıq danışıq problemləri həll edəcək. Əqrəb, biraz daxili gərginlik hiss edə bilərsən. Özünə vaxt ayırmaq faydalı olacaq. Oxatan, şanslı gündəsən. Yeni imkanlar və uğurlar mümkündür. Oğlaq, iş yükü arta bilər. Səbr etsən nəticə müsbət olacaq. Dolçay, yaradıcı ideyaların artacaq. Yeni layihələr üçün əla zamandır. Balıq, intuisiyan güclüdür. Düzgün qərarlar vermək üçün hisslərinə güvən. Günün ən şanslı bürcləri ox atan, böyük fürsətlər, buğa, maddi qazanc, şir, enerji və uğur. Günün ən gərgin bürcləri qoç, tələskənlik və gərginlik, xərçəng, emosional həssaslıq, əqrəb, daxili narahatlıq.